sakit bizim hər birimizə çox, şəxsən mənim özümə çox maraqlıdır. Yəni başqalarına işim yoxdur. Sakit Səmədov olmaq üçün neçə iliniz gedib? Hələ olmamışam. Yəni o düşüncəyə görə Sakit Səmədov olmaq üçün biraz həyatdan kazık çox yemişik, elə deyim. Dostdan kazık yemişik. Yoldan kazık yemişik. Mən yəni olduğumu zənn eləmirəm, olduğumu da iddia eləmirəm, amma Sakit Səmədov nə olub ki də özünü bir şey zənn edir, amma bunu deyə bilərəm ki, özümü qınaya bilirəm bəlkə, eleştirə bilirəm. Əksiyimin fərqindəyəm. Mərhəmətim var. Kimsəyə zalimlik etməməyə çalışıram. Bilərək və bilinçli olaraq kimsənin önünü kəsməmək üçün uğraşıram. Netəm. Üzr istəyirəm. Avaralıqda da netəm, yaxşılıqda da netəm. Yəni hani drone aldan belə bir şey netəm yəni. Bir çox mövzuda netəm. Amma vətənimi sevirəm, bayrağımı sevirəm, millətimi sevirəm, inancımı sevirəm. Nə qədər əksik olsam da əksiyimlə var olmağa çalışıram. Yəni neçə il verməyə ehtiyac yoxdur. Yəni məncə səmimi olmaq bəs eləyər, məndən daha yaxşı olmaq üçün. Hətta doğruları özünə məcbur edən adamlar daha da uğurludular. Elə adamlar da görürəm. Huzurlu olan insanlara aşıqam yəni. O yüzden hələ biz olmamışıq. İnşallah olarıq deyərik. Neçə il sərf elə 44 yaşımız var, hələ də deyirik ki biz bir şey olmamışıq. Bundan sonra olsak ne olacaq yəni?